məktəb tələbəsi hamilədir. Anadan gəlmə ürək qusur sayı artır. Bu idmanlar uşağın ürəyinə təsir eləyirmi? Gənc yaşda dünyasının dəyişməsində. Qohum öyünü uzaq duracaq. İnsanın ölümünə qədər gətirib çıxara biləcək ciddi fəsadlarla baş-başa qalıraq. Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında Sağlam Həyat layihəsi davam eləyir. Bugün biz müxtəlif uşaq kardiologiyası ilə bağlı mövzulara toxunacağıq. Qonağımız isə uşaq kardiologu Elnur İmanovdur. Elnur bəy, xoş gəlmisiniz. Xoş gəldiniz. Necəsiz Elnur bəy? Hamdolsun, şükür. İşin sonudur, biraz yorğunçuluq var yəqin ki. Biraz elədir. Elnur bəy, müxtəlif suallarımız olacaq sizə, amma istərdim son dövrlərdə bu populyarlaşan və yaxud da daha çox artıb bu necə infarktla bağlı danışmaq istəyirəm. Xüsusən də infarkt böyüklərdə biz rast gəlirik, xüsusən də məşhur insanların simasında bu xəbərlər daha çox yayılır və insanlar biraz təşvişə düşür. Bir çox insanlar da özlərində bu əlamətləri axtarırlar. Ümumiyyətlə, uşaqlarda necə, bəs uşaqlarda infarkt varmı? Halları baş verə bilirmi? Yəni, bu hər zaman olub, sadəcə son zamanlar populyar insanlar infarkta tutulub dünyanın dəyişməsi ilə bu daha çox medialaşdı, daha çox biraz şov kimi gündəmə gəldi. Aslında var idi. Yəni, son 10 ilə 15 ildə ürək infarktı xəstəliyi artıq yaşını daha da erkənə çəkir. Yəni, mən tanıdığım və elm də yazır, 45-40'lərdə, 50'lər arasında infarktla dünya dəyişən və infarktla müdaxilə tələb olan xəstə kontingenti kifayət qədər var. Sadəcə, bu bəzi populyar simaları üzündən bu daha çox gündəmə gəldi. Yoxsa hər zaman vardı. Bu son zamanlarda mən uşaq kardioloqlarına baxmayaraq, böyük kardioloq həkim yoldaşlarımız artıq görürlər, dəyərləndirirlər, baxırlar. Deyirlər ki, artıq tendensiya yaş kateqoriki aşağı doğru meyilliyi var. Uşaqlarda təəssüf ki, bəli, var. Ancaq bizdə infarkt bir anadan gəlmə ürək qusurunun bir parçasından daha çox ortaya çıxır. Böyüklərdə isə taş damarı tıkanması ilə ortaya çıxandır. Çox nadir rast gəldiyimiz anadan gəlmə ürək qusuru var. ALKP dediyimiz bir xəstəlikdə. Orada da o uşaqlarda infarkt olma ehtimalı var. O çox nadir rast gələn bir anadan gəlmə ürək qusurudur. Ancaq digər hallarda uşaqlarda biz infarkt çox az rast gəlirik. Olasılıq var. Ancaq yenə dediyim kimi miqdarı çox azdır o xəstə kontingentimizin. Şükürlər ki, azdır. O da bir sevindirici bir xəbərdir. Ancaq digər tərəfdən də digər populyasiyaların yaşdan artmağı o artıq bizə bir xəbər vericisidir ki, insanlar artıq daha özünü qorumalıdırlar. Ağır xəstəliklərdən bir risk faktoru varsa özünü yoxlatdırmalıdırlar ki, gənc yaşda dünyasını dəyişməsinlər. Müxtəlif yəqin ki, buna görə müayinələr üsulları var da. Ən məşhurları hansılardır? Bunlar bizə valideynlərdə baxır, ona görə deyirəm ki, onlar üçün də bir... Uşaq kardioloji açısından sinir ağrısı, təngi nəfəsi, töyüşmə, şikayətlər varsa, mütləq surətdə uşağı ürək həkimi yanına aparsınmağa tövsiyə edirik. Ümumiyyətlə, uşaqlarda ən populyar Azərbaycan coğrafiyası üçün ən populyar ürək qusurları hansılardır? Bana durmayamkən, belə sizə qısacası bir sınıflandırır. Deyirsiniz ki, valideynlər də bizə baxır. Ürək qusur iki cür olur. Göy və çəhrayı növ, kontingentə ayırsaq, tıp dilində disseksiyanusik və asiyanusik növ anadan gəlmə ürək qusurları. Hər öz kontingentinə görə ən çox rastlaşılma sıxlığı, olasılığı çox xəstələr var. Məsələn, göy növ ürək qusurlarda biz ən çox rastlaşdığımız falla tetradasıdır, magistral damar transpozisiyasıdır, iki çıxışlı sağ mədəcidir. Ən çox rast gəldiyimiz bunlardır və təbii ki, digərlərdə sıralaması ilə gedir. Ancaq çəhrayı növ ürək qusurlarda biz ən çox rast gəldiyimiz mədəciklər arası çəpər defekti, qulaqçı arası çəpər defekti, xalq arasında buna rus dilindən qalan bir ifadə var, parok deyirlər. Yəni, ən çox rastladığımız bu tür kontingentdir, xəstələrdir. Ona görə də ancaq hər xəstəlikdən kifayət qədər təəssüf ki, bizim ölkədə yaygınlığı mövcuddur. Son statistikalar necədir? Yəni, bu artan tempdə mi gedir? Təəssüf ki, bəli. Gəlin, bir bayıqlı məlumat vereyim. Son illərdə dünyada və Azərbaycanda anadan gəlmə ürək qusur sayı artıb. Mində
6.25'dən 1008'lərə gəlib çıxıb bu rəqəm. Bu xoş bir şey deyil. 1000 nəfər uşaqdan 8-ində ürək qüsuruna doğulur. Qabaq 6.25 idi. İndi son 10 ilində bu artıq artır. Çünki artım səbəbləri də var. Yəni uşaqlarda, dünya gələn ailələrində də problemlər olduqları üçün yəni o tür olasılıqla ürək qüsuru sayı artır. Məsələn, anadan gəlmə ürək qüsuru 15 faktor var oluşmasına. Bizim mentalitemizə görə, bizim adət örfümüzə görə, bizim yaşam tarzına görə ön sırada gəlirdi qohum evliliyi. Allah çox şükürlər olsun bizim təşəbbüsümüz eyni zamanda. Yəni Azərbaycan Milli Məclisi qəbul elədi və qohum evliliyi bacardığımız qədərilə qabağın almağa çalışdıq. Təbii ki, hamısını kəsmədik, kəsə bilmədik. İllegal görürəm və s. və ilaxır yenə qohum evliliyi davam edir. Ancaq böyük bir dalğa axınını yəni qabağın aldıq. O çox gözəl bir şeydir. Nədənsə insanlar artıq gənc ailələr evləndirəndə illə ki mənim yanımdan olsun, varım mülkün başqasına gitməsin düşüncəsi ilə, yəni öz qohum çevrəsindəki xala qızı, xala oğlu, bibi qızı, bibi oğlu falan dərkən, yəni hər kəs ən çox dar çevrədə ailə qurmağa çalışdırırdılar zoraki. Və ən böyük səbəblər oraydı. Sonra da yaş faktoru, erkən hamiləlik, gec hamiləlik. Yəni qısacası bir riskli hamilə oluşmasına 15 dənə faktor var. Bunlar sayəsində təəssüflər olsa anadan gəlmə ürək qüsuru sayı artır. Ən son əlavə olunan COVID idi. COVID də anadan gəlmə ürək qüsuru sayı artırır. Və ona görə bu tendensiya təəssüflər olsun, gedə-gedə artmaqdadır. İndi Elnur həkim, bizdə xala qızı, bibi qızı falan belə də qadağan olunub, dar çevrə. Amma məsələn, eyni nəsildən olan insanların bir-birinə evlənməyi də onlar da soy ağacı təəssüf ki, qohum evini gətirib çıxara bilir. Hə, yəni bu da var. Ümumiyyətlə, məsələn, anadan gəlmə ürək qüsuru ilə sonradan qazanılmış ürək qüsurları arasında hansı fərq var? Çox. Adı sonrada qazanılmış. Yəni uşaqda heç bir problem yox ikən, revmatizmanın fəsadı və hər hansı keçirdi infeksiyanın fəsadı, ürəkdə bir fəsad yaradır. Bu adı sonrada qazanılmış ürək xəstəliyi. Var ki, ana bətində quruluşda problem var. Yəni sən 4 mədəci, 2 mədəci, 2 qulaqçığın birisi yoxdur. Yəni o insan fikirlər ki, sağ əli yoxdur anadan gəlmə. Var ki, travma keçirmirsən, sağ əli qazada sınıb. O ayrı şeydir. Yəni burada da elə qazanılmış və anadan gəlmə. Yəni hərəsinə görə öz ağırlığı var. Allah qorusun. Bəzi qazanılmış ürək xəstələri anadan gəlmə ürək qüsurundan daha da betər olur. Deyəlim ki, misal qulaqçı və mədəci qaz çəpər defekti olan xəstələr sadə rutin cərrahi, invaziv və ya cahili tamamilə korreksiya olub aradan qalıb bərpa edilən imkanı varkən viral infeksiya ilə, yəni Allah qorusun o ailənin heç vaxt bir ailəyə kardiomiopatiya uşağı görünməsi arzu etməm. Yəni bir virusdan virus çür ürəyə, ürək əzələ sıradan çıxarır, ürək işləmə qabiliyyəti itirir və bu ölümcül bir xəstəlik hala dönür. Yəni onun çarəsi, tək çarəsi ürək köçürülməsidir. Yəni bəzi zaman qazanılmış anadandan betər olur. Ürək köçürülməsi ilə bağlı Azərbaycanda yəni bu şey icazə verilirmi? Yəni hələ ki o proses araşdırma mərhələsində rutin oturmuş bir şey yoxdur. Amma başqa ölkələrdə varmı ürək kəsilməsi və uğurlu alınır da bu əməliyyatlar? Deyə bilmərəm. Çox da fazla o barədə təcrübə sahibi deyiləm, yalan nə deyim yəni. Hər kəs öz malını tərifləyir, yəni nə qədər real statistik barədə o mənim barədə. Yəni son xəbərləri oxuyursunuz da yəqin bu sahədə. Təbii ki. Elm irəliləyir, inkişaf eləyir. Təbii ki, köçürülən ürək, yəni fikirləş ki, bir başqa canlıya, başqa bir orqan köçürürsə, onun nə qədər adaptə olacağını zaman lazımdır. Bir də Elnur bəy deyirlər ki, məsələn, stent məsələsi var da, damarları, uşaqların da ürəklərinin damarlarını o stentlərlə əvəzləmək olur. Biz bir damara, sağ çıxış yoluna, xüsusilə özelliklə o stenti qoyuruq körpələrdə yeni doğanlarda ki, ana bədəndəki olan sirkulyasiyanın davam edilməsi məqsədi ilə. Yəni böylərdə qoyan stent o infarktın qabağa alınması üçün olan prosesdir. Bizdə isə həmin o stenti başqa yerlərə qoyuruq ki, yəni ana bədənindəki olan sirkulyasiyanı həyatını davam edilsin, uşaq tələf olunmasın. O məqsəd biz onu həyata keçiririk. Hər kəsin məqsədi yönü fərqlidir.
Yəni bölədə qoyulan stent infarkt qabağıdır və s. Yəni də infarktın şutlamanı getməsin deyə bizdən deyək. Bizimki qoyduğumuz başqa məqsədi qoyuruq ki, o damar büzüşməsin, uşaq, qüsurlu uşaq həyatını davam etsin, ana cərrahisinə qədər. Bəs o stentlərin sonradan çıxarılması mümkündürmü? Yəni sırf stentsiz yaşasın və yaxud da stentin dəyişdirilməsi lazım olurmu? Birinci biz stentləri körpələrə, qüsurlu uşaqlara qoyuruq ki, onlar ana cərrahisinə getsin. Getsin. Gedəndən sonra gedəndə ana cərrahide cərrah onu oradan çıxarır. Daha açıq əməliyyata çıxarır. Yəni. Və bizə təşəkkür edik ki, biz onu ora qoyduq. Xəstə o vaxta qədər onun yanına gəlib çıxdı. Stentlərin fərqi varmı? Məsələn, material fərqi varmı? Nədən olur bunların materialı? Onlar niçindən olur? Yəni 1000 dənə firmalar var. Hər firmanın özünə görə adı istifadə edir. Daha çox nitinol deyilən maddədən istifadə edir. Nə maddə? Nitinol. O daha çox çelikdən üstündür. Qızıl civarındadır. Bəzi stentlər var. Biz öz profilimizə aid onlara deyirik. Yəni böyük kardioloji dərmanlı stent var, dərmansız stent var. Bizim də elə bir şey yoxdur. Biz xüsusi geçici qoyduqlarımız üçün məqsəd o damarı büzməmək. İçinə qoyuruq ki, damar büzüşməsin, onu büzüşmə əngəlləyirik ki, sirkulyasiya davam edilsin. O qədər. Elnur bəy, bax son dövrlərdə müxtəlif növ belə deyək də ürək qüsurları ilə doğulan uşaqlar siz də deyirsiniz ki, bunun statistikasında artım var. Valideynlər də bir təşviş keçirdirlər ki, bizim uşaqlarımız sonradan ürək qüsuru qazanmaması üçün nələr eləyək? Uşaqlarımızın nəyinə fikir verək? Birincisi, qüsur qazanılmır. Qüsur ya olursa, olur. Qazanılmış xəstəlik olur. Hamiləlikdə, yəni bu uşaq qüsurlu olmasın deyə elə düşünürsünüzsə, gəlin cümləni elə eləyək, valideyn ailə quracaq, valideyn uşaq düşünürsə, və uşağın qüsurlu olması biz nə etməliyik? Birinci, qohum evindən uzaq duracaq. Bir, erkən hamiləlikdən uzaq duracaq. Mən işlədiyim müəssisədə 16 yaşında. Neçə yaş? 16 yaş? Yox, 16-15 yaşında bir qadın olub, yəni gətiriblər aborta. Düşünün, çıldıracam yəni və məktəb tələbəsi hamilədir. Erkən yaş neçəyə qədər sayılır? 18 erkən sayılır mı? 18 sayılır. 18-də ola bilər də ana rahat. Yəni bu dəqiqə yox. Ən ideal hamiləlik dönemi 24-26. Ən ideal dönəm, erkən yaş hamiləlik 18-də aşağı, gec hamiləlik 35 yaş yuxarı, çoxlu hamiləliklər, hamiləlik arası müddətin qısa olması, qadın doğurdu, həmən dərhal hamilə qaldı ki, ikincisini aradan çıxardı. Bu məsələ evimizdə bitsin düşüncəsi ilə. Uşaq məsələsi bitdi. Uşaq məsələsi bitdi, gedək başqa işlərlə məşğul olaq, ev alaq, başını alaq, uşaq işini həll elədiyi düşüncəsilə, yəni bədən dincəlmədən həmən dərhal hamilə, baxırsan birinci də problem olmadı, ikinci qüsurcuqdur. Yəni elə bir şeylər, qidalanma, yaşam tarzı, özellikle son zamanlarda aran bölgelərində də ürək qüsuru ortaya çıxdı. Çünki kət təsərrüfatı istifadə edən o gübrələrin tərkibi kimikatlar insanlar o hala gətirib çıxarır ki, yəni onlar məhv edici halda qalır hamilə qadınlar və hamilə qadınlar dinlənmirlər. İlla ki, işləyirlər çöldə, o bayırda və s. və inkişaf edən dölündə də problem ortaya çıxır. Bu bizim mentalitə aiddir. Yəni, Avropada başqa ön sıralama var. Yine 15 faktor oynayır. Hansı ölkəyə görə hansı ön sıradadır deyə elə bir sıralaması mövcuddur. Elnur bəy, bu vaxt danışmısınız müxtəlif müsahibələrində. İstəyirəm bu müsahibəyə baxan adamlar da bilsinlər. Mən son dövrlərdə şəxsən mən özüm də valideyn olaraq çox narahat oluram. Bəzən bizim uşaqlarda görürəm ki, oğlumun 13 yaşı var, qızımın 11 yaşı var. Onlar da istəyirlər ki, nəsə bir enerji içkilərindən alsınlar, içsinlər. Buradan valideynlərə bax, nə demək istəyirəm? Mən 14-15 yaşında uşaqların əlində mən görürəm bunu. Ona artıq şükür oldu. 13-14 yaşında cibində elektron siqaretlə gəzənləri var. Danışırsa, biabırsınlar, fəlakət. Uçuruma gedirik. Hörmətli valideynlər ki, mənə deyilirsə, ailənizi qorumaq istəyirsə, uşağınızı narkotik bağımlı olmaq istəmirsə, deyəcək ki, doktor çox ağır danışdı. Bəli, çox ağır danışıram. Yəni, ağır danışıram ki, qulağınızda bu küpə olsun. Yəni, narkotika bağımlı olmasın. Yəni, mən çünki bu tür insanları çox işləyirəm, çox görürəm. Bu enerji içkilərdən, aman içeyim, gecələr yatmayayım, dərs oxuyayım, bahanəsini, sinifdə kimsə içirsə, uşaq da təbii ki, onunla həvəslənir, Ayşə Fatma içir, mən də alam içim, gecələr dərs oxuyayım falan, ailə də ona göz yumur ki, bu axşamlar dərs oxuyacaq, illə ki, dərs bahanəsindən bunu eləyəcək. Axırda onlara
bağımlılıq yaranır. Ondan sonra da bu elektron siqaretlər mi deyim, o buxarlı maddələr mi deyim, yəni trend olmuş. Hər kəsin qızın olan çantasında tənəffüslərdə, məktəbin tində bucağında və dərsdən sonra bir trend almış. Qızların cibində pomada artıq bir də bu, oğlanlarda isə bu və başqa şeylər bir çantada gəzdirirlər və geclə bu gələcək uçuruma gedir. Ona görə də bu tür şeylər olmaması üçün valideynlərin ciddi nəzarət edilməsi və yəni necə nəzarət edəcək? Çevrəyə nəzarət edəcək. Uşağa kimin oturub durur? Onun uşağı və onun ailəsi kimlərdəndir? Çox önəmli faktordur. Çevrə insanı ya gələcəyə aparar, çevrə var insanı uçuruma aparar. Yəni bir söz var, oturduğun insan çox önəmlidir. Oxuyan uşaqlar, məsələn, mən bu il baxdım, universitet qəbul olan uşaqların heç birində yüksək bal alanlarda, 30-lərdə bal alanlarda heç birində smartfon telefonu yox idi. Fikir verdinizmi? Hamısı sadəcə kommunikasiya saxlamaq üçün, yəni köhnə dədə-baba usulundan, yəni atası, anasını və k. Yox, indi isə 1000 dənə oyun yükləyirlər, ona baxırlar, buna baxırlar, yazışmalar və s. Dəlkə fikir dağınlığı o da atıb haralar aparır da özünüz məndən yaxşı bilirsiniz. Ona görə də mümkün olduğu qədər evladlarınızın kimin oturub durduğunu, çevrəsinə, dərslərinə, nə oxuduğunu, necə oxuduğunu çox diqqət edin və bu tür şeylərdə uzaq durulmasına qayrət göstərin ki, bunlar bəladan uzaq olsunlar. Bəli. Elnur bəy, istəyirəm bu uşaq ürək qüsurlarına, ürək xəstəliklərinə bağlı bəzi xəstəliklərə toxunaq. Məsələn, miokardit adlı ürək xəstəliyi var. Bu haqqında miokardit son zamanlarda çox yayılmış bir xəstəlik halında çevrilib. Miokardit də Kawasaki-dir. Mən bunların son zamanlarda çox görürəm. Kardiomiopatiyaları çox zamanlar görürəm. Bu artıq insanlar immun sisteminin zəifliyi ilə bu infeksiyalar bədənə yayılır, ürək əzələsinin çökməsinə, ürək əzələsinin işləməmə qabiliyyətinə gətirib çıxara bilir. Miokardit virusturmu yoxsa? Miokardit ürək əzələsinin itmə sonu it olması, yəni bir infeksiyanın fəsadıdır. Miokard ürək əzələsidir. Miokardit artıq infeksiyanın ürək əzələsini zəifləyib, yəni ortaq ürək əzələsi artıq işləmir. Hamımız biz qrip keçiririk də və s. Qrip olduğu zaman biz özümüz də görək, özlərimiz necə halsız, betkin olub, işləmə qabiliyyəti yoxdur. Əlimizi belə qaldıra bilmirik. İndi fikirləşin ki, ümumiyyətlə insanoğlu əzələ fərqli olur. Ürək əzələsi başqa, qırmızı əzələ başqa. Ürək əzələsi qrip keçirsə, olur desəm, ürək əzələsi gripidir. O artıq onun yığılma qabiliyyətini itirmiş olur. Halsız, bitkin, çökmüş olur. Və təbii ki, o pompa qüvvəsini, sirkulyasiya qüvvəsini aparmır. Və insanın ölümünə qədər gətirib çıxara biləcək ciddi fəsadlarla baş-başa qalıraq. Ya müalicə şansı varmı? Miokarditin müalicə şansı 30%-dir. 70% tələfə gedir. Və nə vaxt xəstəyə sahib çıxdı, o çox önəmlidir. Nə vaxt? Tez üstünə düşsən, təbii ki, qazanma şansı var. Ancaq ağırlaşmış vəziyyətlə qarşılaşsan, o zaman ciddi fəsadlarla qarşı qala bilərsən və müalicə tabe verməyəcək xəstənin ömrünə qarşı qalmış olursan. Elnur bəy, siz elektron siqaretlərdən danışdınız. Bu da daha çox bizim ağciyərlərimizə təsir eləyir. Ağciyərlə ümumiyyətlə ürəyin hansı əlaqəsi var? Bireysə birə-bir ailəsi var. Ürək ağciyər təkdir, yəni. Ağciyər havanı təmizləyir, təmiz sirkulyamış qanı verir qana, ağciyər də onu pompalayır. Yəni, ağciyər ürək biridir, yəni tək ayrı deyil. Zaten protokolda ağciyər qan ürək çatmazlığı deyir. Ağciyər qan ürək çatmazlığı gedir. Yəni ayrı ağciyər çatmazlığı ayrı getmir. Yəni bunlar yəni ürəklə birbaşa əlaqəlidir. Kəsinliklə. Başqa hansı orqanlarımızın xəstəlikləri uşaqlarda da ola bilər də, ürək xəstəliklərinə səbəb ola bilər? Qaraciyər xəstəliyi. Qaraciyər düzgün işləmirsə, filtrasiya eləmirsə, sağ ürəyin genişləməsindən və ya sağ ürək xəstəliyi qaraciyər fəsadı yaradar. Bir-birindən, yəni keçəl Həsən keçəl ifadəsində bir-birinə vururlar və ciddi bir fəsadla qarşı-qarşıya qalırlar. Ağciyərdə çatılmazlıq varsa, ağciyərdə ciddi səntəncam varsa, axciğər düzgün işləmirsə, ürək fəsad vurur, ürək də işləmir paralel olaraq, axciğər fəsadı olaraq. O da ona təsir, qısır döngü yaranır, yəni negativ mexanizma ilə qarşı-qarşıya qalınmış olurlar. Bəs siz uşaq kardioloqu olaraq, məsələn, sizin yanınıza ürək xəstəliyi ilə gəlmiş bir uşağın müəyyənləşdirəndə ki, məsələn, bunun qaraciyərində və yaxud da ağciyərində və yaxud da digər orqanında olan bir problem gətirib burada bu ürək qüsurunu. Siz o müalicələrlə mi başlayırsınız, yoxsa necə edirsiniz? Əvvəlcə xəstəni müayinə edirik.
Ürəkdə problem varsa, bu problem nədən qaynaqlandığını ortaya çıxarırıq. Yəni kökünə gedirik. Bizə aid bir şey varsa biz edirik, bizə aid olmayan profildirsə, deyəsə akciğer pnevmoniya varsa, mən təbii ki onu mən müalicə eləmirəm və ya atelektaz varsa və ya vərəm varsa, misal, yəni oja pnevmoloqa yönləndiririk. Artıq siz yönləndirirsiniz. Və ya deyələm ki, qaraciyərdə problem var. Mən onun müalicəsini mən eləmirəm, mən onu gastroenteroloqa yönləndirirəm. Bir valideynin uşaq kardioloquna niyə gəlməlidir? Yəni uşağını uşaq kardioloq yanına, bəzən də insanlar deyir ki, uşağıma ad qoymağa falan, bəs məkan çəkinirlər də. Pediatra məsələn aparırıq da, rahatlıqla aparırıq ki, arada bir uşağa baxsın, eləsin, görsün nəyi var, nəyi yox. Eyni zamanda yəni digər həkimlərə də bir uşağı rahatlıqla aparır. Amma kardioloq adı gələndə valideynlər sanki bir təşvişə düşür ki, həmən uşağıma nə olub ki, mən bunu aparım. Niyə gəlməlidir məsələn uşaq? Niyə gəlməməlidir? Gəlin. Düzdür. Sizin sözünüzdən başqa kardioloq deyəndə həmən təftiş, beyin cərrahisi deyəndə həmən təftiş. Yəni bizim işimiz nədənsə bunlara ağır gəlir. Ancaq niyə getməməlidir? Mən sual elə düzəldim. Çünki insan, oğlu, ana mərkəzi odur. İlk oluşan orqan da ürəkdir və çökəndə və ondan sonra çökdən orqanlar da ürəkdir. Yəni bugün problem yoxsa sabah olmayacaq nə bir şey yoxdur. Dünya statistika və protokola görə 0-dan 18 yaşa qədər uşaq ürəyi 5 dəfə yoxlanmalıdır. Yeni doğan 1 yaş əməkləmə dönəmi, yəni 1 yaş əməkləmə, bağça dönəmi, məktəb, yeniyetmə və 18. Bu rutin inkişaf protokoludur. Hər protokolunda da özünə görə fəsadlar da var. Zaten problemli ürəkdirsə qusurlu və qazanılmış onlar zaten rutinlər gəlirlər. Ancaq yenə də digərləri də yoxlanmalıdır ki, yəni bu problem varmı, yoxmu? Çünki xırda bir problem ilərdə böyük bir bəlaya gətirib çıxara bilər. Belə deyək, bir valideyn profilaktik olaraq da, yəni uşaq kardioloqiyana getməlidir. Heç bir problem yoxdur uşaqda. Gətirdi sizin yanınıza. Siz orada nələri yoxlayırsınız və hansı aparatlardan keçirirsiniz? Hər şey adanca yoxlayırıq, müayinə edirik, exo edirik, kardioqramma çəkirik. Exo, kardioqramma, fiziki müayinə və rəy veririk. EKG da olur, yoxsa uşaqlı böyüklərə aid? EKG zaten kardioqramma deməkdir. EKG çəkilir, kardioqramma məlumat verir. Exo olunur, ürək işləmə qabiliyyəti, fiziki müayinə olunur. Hamısı birlikdə dəyərləndirilir, məlumat da verilir. Aydın oldu. Son dövrlərdə idman zallarında da məsələn infarktla bağlı məsələlər var. Yəni böyüklərdə də, hətta mən bu yaxınlarda futbol oynayanlarda da görmüşəm, futbol oynayır. Düzdür o uşaq deyil, məsəl üçün 20-21 yaşı var, 22 yaşı var. Ola bilər kim məsələn 16-17 yaşında uşaqda da ola bilər, 14 yaşında da uşaq ola bilər ki, məsələn ağır idmandan sonra infarkt olan və yaxud da ürək çatışmazlığından dünyasına dəyişən insanlar olur. Ümumiyyətlə, bəzən bu son dövrlərdə sosial şəbəkələrdə bir neçə türk həkimi də çıxıb qabağıma. Ümumiyyətlə deyir ki, mən idmanı tövsiyə eləmirəm. İdman eləmək doğru bir şey deyil. Son dövrlərdə idmanla bizim indiyə qədər idman sağlamlığıdır anlayışımızın sanki əksinə danışan həkimlər də var. Sizin bu mövzuda fikirləriniz necədir? İdman sağlamlıqdır. İdman da özü bəla gətirir. Bir. Düzgün vaxtında tədbir görülməsi bu iki. Şaşki da bir idmandır, şahmat da bir idmandır. Ancaq fiziki naqruskaya tələb olan idmanlara insanoğlu getmədən öncə özünü yoxlatdırmalı. Yəni sağlam raporu almaqla deyə gedib 3 manat verib, hamısı orada şərtlər doldurub da normal. Tələb olunur sağlamlıq arayışı, amma yəni bu şərtidir də biz bilirik ki, müəyyən yerlərdə poliklinikalarda bunu elə belə verirlər. Ancaq yoxlanmadan, sən gözlü adamı yoxlanmadan, yazsa bu gözünü görürsə, bu aşkisi gedib necə futbol oynaya biləcək ki, 5 metr qabağı görmür. Misal verəm sizə. Yəni bu epilepsiya xəstəsidirsə, sən buna necə basketbolu icazə verə bilərsən və ya necə icazə verirsən ki, bu üzməyə getsin. Və ya ancaq məli xəstə çox görürəm. Ürək də yoxlanılmalıdır ki, sən bu idmanla məşğul. Bəs bu ağırlıq qaldırma falan, məsələn, uşaqları... Yəni, fiziki naqruskaya tələb olan bütün növ idmanlara başlamadan öncə sağlamlıq raporu düzgün keçilməlidir. Altına vurgular, düzgün, radikaldır ki, xətir için, kağız için deyil. Bu bir. Sonra da idman edə profilaktik olaraq 6 aydan bir və idman növünün ağırlığına görə, mən judoda nə qədərdir, karatedə nə qədər bilmirəm yəni də. Yəni o məşqçi və fiziki idman müəllimi özü bilir, yəni yoxlanmalıdır.
travmatoloq deyəm ki, futbolistin bağları qırıldıysa, o bilir nə qədər bir yoxlamalı, mən bilmirəm axı. Periodik olaraq ürək yoxlama, yəni xəstə fiziki kontroldan keçməlidir. Fiziki kontroldan keçərkən zaten orada ürək yoxlanılır, nevroloji yoxlanılır, göz yoxlanılır və s. və s. və ilaxır. Onda deyəlim ki, bağırsaq pozğunluğu varsa, malabsorpsiyon pozğunluğu varsa, buna sən necə basketbolu qoya, futbola qoya bilərsən? Çox özüm dəqiqə bulaşıq altını batırırsa və sən kağızı vermişsənsə, bu normaldırsa və epilepsi xəstə isə üzməyə də gəlib, mən görən insanı çox görmüşəm. Havuz üzə sudruqa keçirir. Və əlində kağız var ki, salamatdır. Nə vaxt almışsan? Keçən həftə. Kim gedib? Atam gedib, mənim üçün kağız alıb. Mən şahid olan bir olaydan sizi danışıram. Atası gedib, həkim xəstəyi görmədən yazıb ki, salamatdır. Bu faktlar var da, yəni Azərbaycanda belə faktlar var, təəssüf ki. Bir də məsələn, tutaq ki... Ona görə mən tövsiyə edirəm ki, valideynlərə radikal ilişki deyil, öz evladlarınızla qumar oynayın. Heç bir valideyn uşağın xəstə görmək istəmək, amma əqli inkişafda geri qalmış bir xəstə gətirdilər. Sözü kəsəm, çünki söhbəti açdı. Xanım ki, uşağı neyinir? Məktəbdə necə? Çox yaxşı oxuyur. Nə qədər yaxşı oxuyur? 2 cümlə qura bilir. Yəni, valideyn uşağını əqli görmür. Yəni, heç bir valideyn öz uşağını xəstə gözlə baxmaq istəmir. O, onun üçün idealdır. Ancaq biz həkimlər nə qədər IQ-su olub-olmadığını, hangi səviyyədə olduğunu, nə qədər sağlıqlı olub-olmadığını biz qərar verə bilirik. Fikrimizi hələ bildim. Məsələn, uşağın ürəyi falan sağlamdır. Doğrudan məsələn, getdi həkimdən arayış aldı, yoxlatdı həqiqətən də kardioqrammasını çəkdi. Qoydu bunu ağırlıq qaldırmaya, ştanka, judoya, MMA var, məsələn, qaydasız döyüşlər. Bu idmanlar uşağın ürəyinə təsir eləyirmi gələcəkdə? Kesinlikle. O MMA döyüş və s. sərbəst olan bir yumruq vurular sinəyə fibrozya yarada bilər. Ürək döyünsün, aynı naqroska ilə ürək dayanmasını yarada bilər. Deməli, idman həm də sağlamlıq deyil də. Növdən növrə və ölçüdə də var da. Məsələn, sən idman edirsənsə, narkotik, doping qəbul edirsənsə, idman eləmək üçün o harası sağlıqlıdır? Onu o tərəfdən bax da. Siz hansı məsləhət görürsünüz? Mən sağlıqlı yaşam. Mən biraz əvvəl xanımlara da müsahibə verdim. Hər şey normada. Sən idmanı artıq professional gözünə baxırsan, eyvallah, sənin çörək ağacı odur, sən idmançısan, maaş alırsan, dolanırsan və s. Onu da gedib doping atıb da, yəni illə ki, dərəcəyə girəcəm, özünü narkotikləşdirirsən, ya dopinglə ki, mən dərəcəyə girəcəm, 100 metrəni 4 saniyə qaçacam, Lamborghini en üstə olmaya çalışacağım, özünə doping atırsan və 2 aydan sonra ürəyin dayanmasına ölürsən. Bunun harası faydalıdır? Testosteron hormonu falan da vurduranlar var. Lamborghini sürəti 100 km 4 saniyə. Bunlar 100 metrəni 4 saniyə qaçırlar. Həmən Lamborghini olmaq istəyirlər və neyin sayəsində? Dərmanları sayəsində və fikirləş ki, ürəyə birdən farsaj verirsən, qaçanda və s. Damarlar da tab gətirmir də, bu damar. Bir dəfə olar, 2 dəfə olar, 3-cü də partlayır. Elnur həkim, hər bir ixtisasla bağlı şayələr olur da, miflər olur. Azərbaycanda uşaq kardiologiyası ilə bağlı, uşaq ürək xəstəliklərlə bağlı hansı miflər var? Yəni, elə bir peşə yoxdur, bir. Aparmayın, böyüklər də baxar. Nə fərqi var ki, uşaqla böyüyün arasında? Bizə ən çox rastlandığımız elə onu həkimlər özləri deyilir. Nə fərq var uşaqla böyük? O zaman deyirəm, terapevtlə pediatr nə fərqi var? Uşaq nevropatoloqla böyük nevropatoloq nə fərqi var? Deyəndən sonra yavaş-yavaş başa düşürlər ki, verdiyi sual səhvdir. Yəni, uşaq kardioloq ayrı bir elmdir, ayrı bir təhsildir, ayrı bir məktəbdir. O zaman gəl sualınıza cavab verim. Hüquq mühafizə orqanları, prokuratura ayrıdır, polis ayrıdır, hakim də ayrıdır. İkisi qanunu qoruyan idarələrdir. Ancaq biri hakimdir, biri polisdir, biri prokurordur, biri savcıdır və s. və s. Bəs əlamətlər baxımından? Hər şey fərqlidir. Yox, xəstəliklərin əlamətləri? Hər şey fərqlidir. Bizim xəstə kontingentimiz böyükləri deyil ki, böyüklər daha çox qazanılmış ürək xəstəliyini işləyirlər. İnfarkt və qapaq xəstəliyi və s. və s. Biz isə daha çox uşaq kardioloqlar anadan gəlmə ürək qüsurundan işləyirik. Bizim 90% anadan gəlmə ürək qüsuru, 10% qazanılmış. Böyüklərin isə 99 qazanılmış. Uşaqlarda bir də ritm pozulmalarına. Təəssüf ki. Ürəyin dəqiqədə vuruşu var da. Bəli, yaşına görə dəyişir. Yaşına görə dəyişir. Uşaqlarda neçə olmalıdır? Dəyişir. Yeni doğanki fərqlidir. Nə qədər məsələn? Yeni doğan 150-dir. Ancaq 6 yaşındakı uşaqda 150 xəstəlikdir. Ha. Mən deyirəm, amma
Yüz arası böyüklərdə fikir o bəs mən nə deyirəm sizə? Biz indi deyəlim ki, böyük xəstə, böyük kardioloq yenidən kardioqrammayı versə, deyər ki, bu xəstədir. Və yenidən kardioqrammanı böyük versən, heç deməsən ki, bu uşağın deyər ki, o infarkt əlamətidir. Çünki orada bəzi şeylər tərsinə gedir. Yəni hər şey fərqlidir. Yəni. Sən avtobus motorunu yüngül maşına qoya bilərsənmi? Xeyr. O tutmayacaq onu. Çünki hər şey fərqlidir. Yəni. Mexanizm fərqlidir, quruluş fərqlidir. Elnur bəy, təşəkkür edirəm. Həmişə olduğu kimi yenə maraqlı bir müsahibəmiz oldu. Söhbət açır. Hə, söhbəti. Əziz valideynlər, uşaqlarınızın sağlamlığına diqqətlə yanaşın. Bax, biz bayaqdan burada danışırıq, idman məsələsini danışdıq. Uşağı vaxtında yoxlatmaq məsələsini danışdıq. Digər enerji içkiləri ilə bağlı və yaxud da qəlyanlarla bağlı məsələləri danışdıq. Uşaqlar bizim gələcəyimizdir. Hər bir valideyn üçün öz uşağı daha əzizdir. Ona görə bu şeyləri göz ardına vurmamaq, xəstəliyin yaranmamışdan onun yarada biləcək səbəbləri aradan qaldırmaq hər birimizin borcu olmalıdır. Elnur bəy, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Var olasınız. İnşallah kimsə dinləyər, orada faydalanır. Biz gələ deyirik, burada heç bir şey kimsə reklam eləmirik. Özümüzdə də reklama ehtiyacı yoxdur. Ancaq kimsə burada nəsə oxuyub, dinləyib, nəsə faydalanırsa, bizim tək amalımız budur ki, insanlara faydalı axtarmaq. Yəni, səhv başa düşülməsin. Bir də kimsəyə ehtiyacı yoxdur. Yəni, ancaq o düzgün maariflənməsi ən vacib yolumuzdan istiqamətimiz budur.